Bugün Bozayın ilk çərşənbəsi, yazın ilk müjdəçisi su çərşənbəsidir. Su çərşənbəsində insanlar su üzərindən atlanar, axar suya ürək sözlərini, arzularını danışarlar. Çünki su paklığın, aydınlığın və həyatın rəmzidir. Sübh tezdən bulaqdan götürülən suyun min bir dərdin dərmanı olduğuna inanılır. Bu çərşənbədə subay qızlar bulaq suyunda üzü ilə fal açar, arzularına, qismətlərinə baxarlar. Bulaq kənarında olanlara siz su səfərlər ki, yolları pak, həyatları aydın olsun. Bəzi inanclara görə isə gənc qızlar axar suya saçlarından bir tel kəsib atarlar ki, arzuları için olsun. Su həyat mənbəyi, aydınlıq rəmzidir. Ömrünüz su kimi təmiz və uzun olsun. Su çərşənbəniz mübarək.